Xəbərmək YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Əməkdar artist Mehriban Xanlarova gün ortası verilişində qonaq olub. Aktrisa Mehriban Xanlarova özünü bir qadın kimi xoşbəxt hiss edirmi sualına belə reaksiya verib. Bir qadın kimi natamam qaldım. Ailəm, qardaşım, bacım, onların övladları üçün yaşadım. 6 uşağa ana oldum. Amma çox heyif. Kaş 2 həkimin sözünü dinləyib ana olsaydım. Ya da uşaq götürüb saxlasaydım. İnsanın əziyyətini yerə vuranda deyirsən ki, axı niyə, nə istədin etmədim. Ona görə efirdən getməliyəm. Gördüm ki, düzgünlük getmir. Düz olursan söz qoşurlar, əyri olursan xoş sözlər yazırlar. Mən ölən günə qədər düz olacağam. Qiymət verən Allahdır. Heç olmasa sağlığında insanlara dəyər verin. Allahdan qorxun. Özün öləndən sonra arxamca danışsanız, 2 əlim yaxanızda olar. Sözünüz varsa üzümə deyin.